Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 10 may 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugün olan buraxılışımız 24 səhifədən ibarətdir. İlk səhifəmizdə Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər başlığı ilə yazı dərc olunub. Ətraflı tanış olmaq üçün qəzetimizin ikinci səhifəsinə baxa bilərsiniz. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva faşizm üzərində qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsinə ehtiramla anıblar başlığı ilə məlumat da ikinci səhifədə yer alıb. Üçüncü səhifəmizdə isə Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyevanın Şuşa və Xocalı rayonlarına səfəri ilə bağlı Şuşanın Daşaltı kənd məscidinin açılışı olub başlığı ilə yazımız yer alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyevanın Şuşa və Xocalı rayonlarına səfəri ilə davam edirik. Bu kontekstdə Şuşada inşa ediləcək 4-cü yaşayış kompleksinin təməli qoyulub. Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Xocalı yarımstansiyası və rəqəmsal idarə etmə mərkəzi istifadəyə verilib. Qoçatin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı olub. 5-ci səhifəmizdə isə Qoçatin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı olub başlıqlı yazının davamı yer alıb. Ətraflı tanış olmaq üçün söz gedən səhifəmizə baxa bilərsiniz. Bugünkü buraxılışımızın bir çox səhifələri isə Ulu Öndər Heydər Əliyevə həsr olunub. Bu buraxılışda Heydər Əliyevin irsini müxtəlif baxış bucaqlarından təqdim edirik. Səhifələr fərqli mövzuları əhatə etsə də, hamısı eyni məqsədə xidmət edir. Onu bir lider kimi daha yaxından tanımaq. Beləliklə, 6-cı səhifəmizdə Konstitusiya və Suverenlik, Heydər Əliyev siyasi irsinin təməl sütunları başlığı ilə yazımız yer alıb. Tarixi şəxsiyyət, böyük lider olan Heydər Əliyev Respublikamıza rəhbərliyinin birinci dövründə öz fəaliyyəti və qəbul etdiyi qərarlarla xalqımızın istiqlal duyğularını, milli dövlətçilik düşüncəsini inkişaf etdirmiş, əsrin sonlarına isə müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, banisi olduğu bu dövlətin yüksəlişini, onun müstəqilliyinin əbədliyini və dönməzliyini təmin etmişdir. 7-ci səhifəmizdə Konstitusiya və Suverenlik, Heydər Əliyev siyasi irsinin təməl sütunları başlıqlı yazının davamı yer alıb. Müstəqillik illərində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və sonrakı dövrdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun təkmilləşdirilərək həyata keçirilmiş milli inkişaf strategiyasının başlıca hədəfi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası olmuşdur. 8-ci səhifəmizdə xalqımızın qəlbində əbədi heykəlini ucaldan dahi şəxsiyyət başlığı ilə Ulu Öndər həsr olunmuş bir yazımız daha yer alıb. 1993-cü ildən etibarən ümummilli lider Heydər Əliyevin uzaq görən siyasəti və gərgin fəaliyyət nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya iqtisadi sisteminin inteqrasiyası sahəsində çox böyük nailiyyətlərə imza atıldı. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli, Azərbaycan modeli yaradıldı. Heydər Əliyev, zamanı aşan lider başlığı ilə daha bir yazımız da 9-cu səhifədə dərc olunub. Zaman keçdikcə tarix səhnəsində parlayan şəxsiyyətlər unudulur, silinir, dəyişir. Lakin elə şəxsiyyətlər var ki, zamanın sərt axarına sinə gərərək daim yaşayır, yeni nəsillərə yol göstərir. Azərbaycan xalqının qüruru, milli dövlətçilik iradəsinin rəmzi, müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev də məhz belə ölməz şəxsiyyətlərdəndir. Qəzetimizin səhifələri mövzu baxımından eyni olsa da, hamısı eyni məqsədə xidmət edir. Ulu Öndəri daha yaxından tanımaq və tanıtmaq. Müstəqilliyimizin gerçək memarı başlıqlı yazı 10-cu səhifədə yer alıb. 1993-cü ildə yeni geosiyasi konfiqurasiyada xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan zaman 90-cı illərin ağır dövründə müstəqillik anlayışını Heydər Əliyevdən daha yaxşı dərk edə biləcək kimsə ola bilməzdi. Çünki Azərbaycan Respublikasının müstəqilliyinin təməli hələ Sovetlər vaxtı Respublikaya rəhbərlik edərkən 1969-1985-ci illərdə atdığı ardıcıl, məqsədyönlü addımlarla elə Ulu Öndər özü qoymuşdu. Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Ulu Öndər xilaskarlıq missiyasını öz üzərinə götürdü və onu şərəflə, ləyaqətlə yerinə yetirdi başlığı ilə 11-ci səhifəmizdə də bir yazımız öz əksini tapıb. Birmənalı şəkildə demək olar ki, dövlətimizin və xalqımızın nicatı, xilası və xoşbəxt gələcəyi naminə hakimiyyətə qayıtmış Ulu Öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Bu xalq var olduqca dahi liderdə yaşayacaq başlığı ilə yazımız 12-ci səhifədə dərc olunub.
Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyin təminatçısı kimi qəbul edir. İndiki və gələcək nəsillər daim bu möhtəşəm irsin izlərini yaşamaqla bir ömür boyu ümummilli liderə minnətdar olacaq və bu irsi bütün dünyaya çatdırmaq üçün əllərindən gələn edəcəklər. Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq və xalqımız var olduqca dahi liderdə yaşayacaqdır. Qəzetimizin 13-cü səhifəsindəki yazılarsa Ulu Öndərin ideyalarının davamı olan Heydər Əliyev fonduna həsr olunub. Milli irsin və xeyirxahlıq ənənələrinin hamisi başlığı ilə burada yazımız yer alıb. Ölkənin gələcəyinə sərmayə qoymaq və insanlara ümid vermək missiyasını öz üzərinə götürən Heydər Əliyev fondu artıq 21 ildir ki, xeyirxahlıq ünvanına çevrilib. Fond ölkədə humanitar yardımın əsas mərkəzlərindən biri olmaqla yanaşı, milli irsi qorumaq, təhsili inkişaf etdirmək və insanların həyat şəraitini yaxşılaşdırmaq məqsədi ilə mühüm layihələr həyata keçirir. 14-cü səhifəmizdə isə Ulu Öndər Heydər Əliyev Qafqazda sülh və təhlükəsizlik məsələləri başlıqlı yazımız dərc olunub. Bugün Ulu Öndər Heydər Əliyev siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan xalqı Heydər Əliyev siyasəti ətrafında, onun ideyaları ətrafında daha sıx birləşmişdir. Ümummilli liderin vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyev iqtisadiyyatı və ordunu, dövlətlərarası münasibətləri daha da gücləndirdi. Ali Baş Komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük vətən müharibəsi nəticəsində Ermənistanı işğal etdiyi ərazilərdən qovdu. 14 sentyabr 2023-cü il tarixində isə antiterror əməliyyatı nəticəsində erməni terrorçuları məhv edildi. Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik. Ərazi bütövlüyümüzü tam bərpa etdik. Eləcə də mülki missiyamızı, bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik. 15-ci səhifəmizdə bu başlıq altında Ulu Öndər milli dəyərlərin qorunub saxlanılmasını əsas vəzifə kimi irəli sürürdü və Heydər Əliyev ideyaları həmişə müasirdir başlıqları ilə məqalələr dərc olunub. Müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir başlığı ilə isə 16-cı səhifəmizdə yazımız öz əksini tapıb. Medianın inkişafı prioritet oldu. Mətbuatı cəmiyyətin güzgüsü kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin azad medianın inkişafı istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətli oldu. Dövlət başçısı İlham Əliyevin bu günlərdə imzaladığı Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncamında qeyd edildiyi kimi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir pluralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Ümummilli liderə həsr olunmuş yazılarla davam edirik. Müdrik şəxsiyyətlər tarix yaradır. Ulu Öndərə ümumxalq sevgisi, ümummilli lider dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir başlıqlı yazılarda 17-ci səhifədə dərc olunub. 18-ci səhifəmizdə zamanın fövqünə yüksələn dahi başlığı ilə yazımız öz əksini tapıb. Zaman bəzən tarix səhnəsinə elə nadir şəxsiyyətlər çıxarır ki, onların fəaliyyəti təkcə bir dövrün deyil, bütöv bir millətin taleyinə təsir edir. Bu cür insanlar yalnız yaşadıkları dövrün deyil, gələcək nəsillərin yoluna işıq salan mayaka çevrilirlər. Onlar zamanın fövqündə dayanaraq xalqın milli yaddaşına hopur, mənəvi dirənişin, siyasi müdrikliyin və strateji düşüncənin simvoluna çevrilirlər. Bu mənada Heydər Əliyev Azərbaycan xalqının taleyinə düşmüş əvəzsiz düha, millətin milli oyanışına, dövlətçilik şuurunun formalaşmasına və müstəqil dövlətin qurulmasına həyatını həsr etmiş misilsiz liderdir. Milli intibahın və müstəqil dövlətçiliyin zəfər salnaməsini yazan Öndər. Bu yazıda 19-cu səhifəmizdə dərc olunub. Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim, Heydər Əliyev Tanrının hər xalqa 1000 ildə bir bəxş etdiyi, çox əsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyev bütün ömrünü canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir. 20-ci səhifəmizdə isə Ulu Öndərlə bağlı daha fərqli məqamlara toxunulub. Azərbaycan təsviri sənətinin inkişafında Heydər Əliyevin müstəsna rolu başlığı ilə burada yazımız öz əksini tapıb. Heydər Əliyev dəfələrlə tanınmış rəssamların və heykəltaraşların yubileylərində iştirak etmiş, onların böyük nailiyyətləri ilə fəxr etdiyini bildirmişdir. Bundan başqa, biz dəfələrlə televiziyada Ulu Öndərin Azərbaycan xalq rəssamlarının, əməkdar incəsənət xadimlərinin yaradıcılığı ilə bağlı peşəkar sənətşünas səviyyəsində çıxışlarının da şahidi olmuşuq. Qəzetimizin 21-ci səhifəsində isə ötən günün vacib məlumatlar dərc olunub ki, onların başlıqlarını diqqətinizə çatdırırıq. Dövlət Təhlükəsizlik Xidmətində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub.
Ümummilli liderin anadan olmasının 102-ci il dönümü münasibəti ilə Diasporla İş üzrə Dövlət Komitəsində tədbir, yaşana bilən bir dünya üçün dialoq çağırışı ilə keçirilən zirvə toplantısı İstanbuldan xəbərdir. Mədəni diplomatiyanın Xarı bülbül səhifəsi. 22-ci səhifəmizdə isə günün siyasi nəbzi tutulub. Bu səhifədə Azərbaycan-Vyetnam əlaqələrinə həsr edilmiş tarixi dostluğun, strateji əməkdaşlığın konturları başlıqlı məqalə dərc olunub. Coğrafi cəhətdən uzaq məsafədə olmalarına baxmayaraq, Azərbaycan və Vyetnam 66 illik tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə vacib sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur. 23-cü səhifəmizdə hadisələr kontekstində rubrikasında qütbləşmənin təhlükəli ssenariləri başlığı ilə maraqlı bir yazı yer alıb. Bu yazıda Hindistan və Pakistan arasında illərdən gələn münaqişənin səbəbləri və müasir dövrdə baş verən hadisələr öz əksini tapıb. Son səhifəmizdə isə dahiləri bir də belə tanıyaq rubrikasında Məlik Dadaşov və Tanilə Əhmərova haqqında məlumatlar öz əksini tapıb. Beləliklə, bugünkü buraxılışımızın 24-cü, yəni son səhifəsi hava haqqında məlumatla yekunlaşır. Bizim sizə bugün də çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat üçün qəzetimizi izləməyi unutmayın.